Dəyərli tamaşaçılarımız, xoş gördük sizin hər birinizi mənim əzizlərim. Yenə gördüyünüz kimi biz dəyərli insanlarla bir yerdəyik. Niyə o insanlara biz dəyərli deyirik? Çünki onlar bizim müqəddəs şəhidlərimizin bizə qalan yadigarlarıdır, doğmalarıdır. Bugün Malik ocağına yığılmışıq. Qəhrəman bir oğlumuzun vətən torpaqları uğrunda canından keçən, amma bugünə qədər də isimlərin siyasətində adı olan, məzarı olmayan, bu 30 il boyunca, söhbət 2. Qarabağ müharibəsindən gedir, bu 30 il boyunca nə dünyadan matəm gedən anasını, nə atasını, nə bacılarını, nə qardaşlarının bir ünvan olmayıb ki, Malik gedib orada yad eləsinlər. Çox ağrılı bir həyatdır. Ağrılı və kesməkeşi bir həyatdır. Və Malik dərdi ilə bu dünyadan matəm gedən ananın ruhu şad olsun, atanın ruhu şad olsun. Neçə Azərbaycanımızın belə anaları, belə ataları oğul həsrəti ilə bu dünyadan köçdülər. Və şükürlər olsun ki, bugün burada Bahar anamızı görürsünüz. Şükürlər olsun ki, bizim Elvin kimi oğullarımızın sayəsində 44 günlük zəfər savaşında biz qələbəni qazandıq. Və bizim o analarımızın, o atalarımızın, o matəm gedən valideynlərin ruhu şad oldu. Bugün bu süfrənin ətrafında əyləşən Malikin 2 bacısı var. Ana da yoxdur, ata da yoxdur, qardaşın məzarı yoxdur. Və bugün burada bir şəhidimizin, yenə 1. Qarabağ müharibəsində döyüşmüş bir şəhidimizin övladı var, qızı var. Bahar anamız var. Dediyim kimi dəyərli bir insanlarla bir masada əyləşmişik. Və biz Gülnaz xanımla bərabər bir neçə veriliş bundan öncə yadınızdadırsa, İtalyanda Gülnaz xanımın təşkil elədiyi o gözəl süfrənin ətrafında şəhidlərimizin, qəhrəman şəhidlərimizin doğmaları ilə əyləşəndə söz verdik ki, biz bu üstün şəhidimizin, mahkam şəhidimizin mütləq evini ziyarət edəcəyik. Bahar ana, təşəkkür edirəm sizə. Gülnaz xanımın da, mənim də dəvətimizi qəbul etdiniz. Elə İtalyanda bizə dediniz ki, Bakıda mütləq mən Malikin ocağına sizlə bərabər gedəcəm. Məkanı cənnət olsun şəhidlərimiz. Malik balamızın yeri cənnət olsun. Amin. Malik kimi yüzlərlə oğlanın qısasını alan Abbasov Elvinin anası Bahar anamdan. Mən bugünkü bu yağışlı soğuğunlu günlərə baxmayaraq, məni bura dəvət elədiyinizə təşəkkür edirəm ki, siz şəhidin ocağına. Ona görə ki, bizim şəhidlərimiz yağış, soyuq, qar bilirdi. Soyuqda, qarda, o qardaşların qısasını almaqdan ötürü Şuşaya yürüş edirdi. Elvin Füzulidən Şuşaya kimi getdi, 8 günü Elvin yaralandı, 20-si şəhid oldu. Amma Elvin hələ də yaşayır, çünki bax belə qəhrəman, ücüz oğlanları qısasını alıbsa, demək o əbədi, o oğullar gələcəklər. Mən bir həqiqətən fəxr edirəm ki, mən Elvinin anasıyım. Niyə görə? Çünki 30 ildir o alnımızın damğası, 40 gündə o bizim alnımızdan götürdü uşaqlarımız. O 30 ildəki damğa çox çətin damğa idi. İndi biz getmirik, Rusiyaya gedənlər, oraya gedənlər hamısı sancaqlı idi. Amma bugünkü gün hər yerə, hara getsələr, onların sinəsi asıq, alnı ağ, asıq, yüzü ağdılar. Allah şəhidlərimizin yerini cənnət eləsin. Elvin də könüllü getdi. O sözü də deyirdi ki, dedim ki, 30 ildə alınmıydı, gedib sən onu alarsan. Nə dedim, amma görərsən sən onu necə alacaq. Həqiqətən aldı da, amma alıb sarandan sonra 8 günü, dedi qələbə bizimdir. Ancaq həmin gecə Elvin verildi. 20 şəhid. Mən Reyhan balama, bacıma, Ruhiyə qızına tanımdır onu. Çox istəyirəm, Gülnaz xanımdır. Gözəl İlahə bacımdır. Həbibə bacım, qızım. Mənim dəyərli Nuranə qızım, mənim balamın bulaq atışınadan Samasaya gedir. Mənim dəyərli, qiymətli, mənim balamın arzusun, ruhun şad eləyən mənim dəyərli Gülnaz bacım buradasın. Mən bugünkü gün ağlamayacağım. Çünki mən özümə çox belə borc bildim bu yağışlı soğuğunda gəldim ki, bizim bu uşaqlarımız, bunlar soğuğun, qar, qıyamaq bilmirdi. Bir ələ gedirdi. Dedim, mən bu soğuğun nə olur olsun, mən bu yolu götürməliyim. Malikin ruhu şad olsun. Malikin ruhu şad olsun. Mamasının ruhu şad olsun, balası ilə qonşu burada. Allah bizə də o yolu qismət eləsin, bizə balamızdan olsun. Bu
şəhid balalarımızın məkanı cənnət olsun. Allah bizlər var eləsin. Allah sizin kimi gözəl qızlarınızı var eləsin. Mənim bu gözəl bacıma, qızıma deyim, Allah can sağlığı versin. Həqiqətən bugünkü gün bu qardaşını işıqlandırır. Allah tezliklə onun qardaşının yurduna, yuvasına qovuştursun. Məzarı tapılsın, o məzarında gedib bir kəlmə qardaş deyib, daşını dağılasın. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Bu şəhidlərin hamısının yeri cənnət olsun, məqamları ucu olsun. Bu şəhidlərin hamısına yaralı elinin anası qurban olsun. Mən balamı yaralı gətirmişəm. Çox çətindir bu yolu getmək. İnan Allaha ki, gecəmiz gündüzümüz yoxdur da bizim. Hər dəqiqəmiz, hər saniyemiz. Şimdi yol gəlirəm, belə baxıram deyirəm, söz bunu ölkədamız yanıb, onun yanında bir evin ola bilər. Hələ də inanmıram, amma güzüm axtarır. Arzusu rəyində, soysuz balalarımız, sevgisi gözündə gedən oğlanların, nişanı qucaqda qalmış oğlanların. Elə Malikədə, bunu da qardaşından bax görsən, gündən sonra koyun. Allah Malik'in de yeri cənnət eləsin. Allah sizə səbir versin. Yaxşı bacı var, yaşadır. Mənim balamın bacısı yox. Şimdi mənkilərdə qardaşı yaşadır. Sağ ol. Bunları qatırılsın, 91'də Bakıya gəldi. Salyan kazarmada davam elədi. Oradan apardılar. Bir dəfə də aparmışlar, onda yaralanmışdı. Onun nişanı günü yaralanmışdı. Ondan ayağının. Mən iki qardaşım oxuyurdu. Var. Qardaşım Malik. Onlar biri Quladı Qafqazda oxuyub, biri Kalininqradda. Onlar axırın elə bir ki 91'də gəldilər Azərbaycana. Azərbaycanda Salyansk kazarmada oxudu ikisi-də. Oradan apardılar. Oradan getdi. Sonra könüllü getdi. Qardaşım orada şəhid olandan sonra o biri qardaşım da getdi. Onu aparmışlar əslində. O könüllü məktəbi də əslində belə. Bu dəqiqədə faxlanmışdı, məktəbi də açı getdi. Mən qardaşımı da qısasın, torpağımı da qısası alacam da. Belə Malik şəhid olandan sonra Fuat qardaşınız da könüllü olaraq getdi. Onda demək 93-cü ildə. 93-cü ildə bəli, yenidən getdi. Qafılda müharibədə həmin momentdə getdi. Yəni çəkilişləri zadı vardı, Pakistan ki, Ədil oğludur, onun çəkilişlərində zadında hamısı ən öndə gedən. Getdi, vuruşdu, yəni həqiqətində bütün kənd deyil, o var bilir ki, Fuat nələr elədi. Həqiqətən, qardaşının üstəsini aldı. Seçdilər, nə bu günə qədər, nə ölüsü tapıldı, nə birisi, yox, həqiqətən də. Erməninlə də, o tərəfindən də çox çalışdıq, bu günə qədər yəni yoxdur. Yaxınladırıq, qeynaq üstləri götürülür. İnşallah, gözümüz yoldan yığılar. Yəni anam, atam, o biri qardaşlarım, hamısı Malik'in dağı ilə öldü də. Hamı Malik'in, həqiqətən də. Malik bir başqaydı, hamısının başqaydı. Kənddə bilir, qohumlar da bilir, el aləm də bilir ki, Malik həqiqətən başqa oğul. 3 gündən sonra onu koyun. Malik'in. Bəli, arzuları və əmri qalacaqdı. Leytinatlıq aldı. Atası Azərbaycanda ermənilərlə döyüş olduğuna görə qaytardı Azərbaycana. Oğlum ikisi də orada oxuyurdular. Onun ikisi də qaytardı ki, gəlin Azərbaycanla qulluq edin. Onlar qayıtdılar, gəldilər. Burada Naxçıvanskidə hərbi məktəbin son kurslarını oxudular. Onlar 91-ci ildə döyüşə getdilər. İkisi də, iki qardaş getdilər. İkisi də eyni yerdə döyüşdülər. Bəli, eyni yerdə döyüşdülər. Ancaq Malik şəhid oldu 93-cü ildə. O ilə qədər döyüşdülər. Həmin deməli Füzuli istiqamətində Alxanlı kəndi var orada. Alxanlı kəndindən Darxanbəy istiqamətində gedəndə onu vurmuşdular. Orada şəhid olmuşdu. Atası da gedib onu götürəndə atasının da BMT-nin çiynindən oldu. O da Kənd Sovetinin tədris istəyirdi, icra nümayəndəsi istəyirdi atası. Onda onu da sol çiynindən BMT patrolündən vurmuşdular. O da gəldi, Bakıda müalicə aldı, sonra qayıtdı yenə. Ancaq Malikdən hələ də bir xəbər tapılmadı. Onda da həmin il deyirdilər ki, Maliki evləndirsinlər. Dəvətnaməsini də paylamışlar, hazırlığını da görmüşlər, müharibə gəldi, Münşəndə də yaxınlaşdı.
Onda Sayıloğullar da yarımsız kaldı orada. Ondan sonra Malik şəhid düşdü. Hər şey alt üst oldu. Əmmim elə yaralandı. O vaxtdan bu vaxta hələ də o indi 11 qəbri ziyarətgahı yox, gedək onu ziyarət edək. Allah onların qəbrin nurla dolsun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Əsgərlərimizə, zabitlərimizə can sağlığı versin ki, onlar bu yaxınlarda mən getmişdim rayona. Kəndimizi, Füzuliyə kəndimizi, evimizin yerinə baxmağa da. Orada gördüm ki, bu gözəlliyi adamın ürəyindən lehlər getir ki, torpağımıza qayıtdı. Bu, o şəhidlərimizin hesabını idi bunların hamısı. Qürur hissidir. İndi adamın ürəyi soru ki, şəhid olublar, amma elə deyil. Onlar olmasa torpaq olmaz. Azərbaycanda dövlət deməyib tanınmaz. Belə gözəl oğlanların, belə cavan xınalı qızlarımızın sayəsində bizim torpaqlarımız geri qayıtdı. Ağırdır danışsan, amma tərəflidir. Bəli. Tərəf tariximizi yazdı bu oğullar. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Allah onların valideynlərinə səbr versin. Əslində əziz tamaşaçılarımız, şəhid ocaqlarında, şəhid doğmaları ilə bir yerdə olmaq insana çox böyük fəxarət və qürur hissi gətirir. Çünki bu insanlarla olanda sənin danışdığın söz nə olur? Azərbaycan olur, baxır üç rəngli bayrağımız olur, bugün işğaldan azad olunan torpaqlarımız olur, quruculuq işlərindən danışırsan sevinə-sevinə və hər dəfə, hər cümlənin sonunda bu qəhrəman oğulların adını çəkirsən ki, onların sayəsində, Malik kimi oğulların sayəsində, Elvin kimi oğulların sayəsində, cəmi şəhidlərimizin sayəsində. Qardaşımız Malikin əmisi dediyi kimi, vətən o vaxt vətən olur ki, o oğullar canlı verməyi bacarırlar və Azərbaycan oğulları onu bacardılar. Və onlardan qalan bax bu yadigarlar ki var, bu doğma insanlar ki var. Onlarla bir yerdə oturan, belə bizə bütün Azərbaycanla bir yerdə oturan. Çünki bu insanlar, bax bu şəhidlərimiz, hansı ailələrdə doğulub boya başa çatıblar, o ailədəki orada vətən sevgisi olub. Vətən sevgisi olmayan ailədə heç vaxt şəhid ola bilməz. Demək ki, onu öyrədən ana olub, ata olub, ümumilikdə mühit, o ailənin özü vətənpərvər bir ailə olub. Bizim də qonaq gəldiyimiz bu ailələr, bu ocaqlar. Bir yaxşı söz var ya, Lori dildə deyəcəm, bir vətən deyəndə dodağı 5 yerdən çatlayır. Bax, o insanlardılar. Mən sizin hər birinizə arzu edirəm ki, sizin hər zaman ətrafınızda, yanınızda, sağınızda, solunuzda bax, bu dəyərli insanlar olsun. Çünki biz onlarla bitirik, biz onlarla bilirik. Çünki onlar bizim təxəyyürlərdir. Bütün ünlülər tanır. Bilirsiniz də, qürbət ölkədə yaşamışamız o millət. Bayaq Bahar ana da vurğuladı. Biz xaricdə yaşayanda biz qürurlu gəzə bilmirdik. Erməni üstümüzə sinə gəlirdi ki, Qarabağ olardadır. Qadın olaraq deyirdim ki, başlasaydı müharibə, özüm belə gedərdim ki, o Qarabağı alaq ki, burada biz başqa aşağı gəlməyək. Mənim üzr istəyirəm, 2 oğlanlarım var. Rusiya vətəndaşı olsalar da belə, müharibə başlayanda mənə zəng elədilər ki, ana biz Pakostvaya gedirik, səfirliyə ki, bizi də könüllü göndərsinlər. Və getdilər də. Tək mənim oğlanlarım yox, əhatədə olan bütün Azərbaycan oğlanlarımız orada komanda qurub getdilər ki, biz Qarabağda döyüşmək istəyirik. Bəli, amma qayda qanun var deyə, məsələn, başqa dövlətin vətəndaşı olduğuna görə onları buraxmadılar döyüşə. Amma maddi mənəvi dəstəkliklərini göstərdilər. Bu bizim vətəndaşlıq borcumuzdur. Elə biləm, şəhid alanlarının yanında olanda hansısa bir vətəndaşlıq borcumu yerinə yetirirəm. Amma ki, bəli, çünki borclu kimiyəm, özümü borclu sayıram. Bəli, ona görə də bu Bahar ana deyir, bizə təşəkkür lazım deyil. O anaların yanında olmaqla, onlara təsəlli verməklə özümüzdə biraz yüngüllük tapırıq. Belə deyək də, torpaq dərdi ağır dərddir. Valideyn də olub, evladın itirmək, ana üçün, valideyn üçün çox ağır dərddir. Amma bu dərdin bir təbir tapan yeri var ki, qüruru var. Analar qürurudurlar ki, bunların valideyni, bayaq siz vurğuladınız ki,
O valideyn ki, evladın vətənpərvər böyüdür, o ailədən irəli gəlir. Mən balalarıma, evladlarıma uşaq vaxtı demişəm ki, Qarabağ bizimdir, bizim olacaq. Yəni bu lozunqa sonradan çevrildi də, amma evladlarımızı biz belə böyütmüşük. 30 il bəli, böyütdük də və şükür Allaha ki, bizim torpaqlar alındı. Bu günləri o qəhrəman balalarımız, Malik kimi oğlanlar ki, hansı ki, gediblər, məzarı da heç yoxdur. Bilirsiniz, Ruhiyyə xanımı mən hər görəndə, mən ona necə təsəlli verməyimi bilmirəm. Mən Salyan rayonunda doğulmuşam, bildiyiniz kimi. 31 ildən sonra ilk öndə gedən şəhidlərdən də bizim Salyanımıza, torpağımıza Seyid Sadıqlı kəndinə məşi gəldi, bəli. Salyanın Seyid Sadıqlı kəndində, orada dəfn oldu. Yəni, belə bizim oğlanlarımız var ki, hansı ki, doğrudan da nəşi ilə təsəlli almaq olar. O bacılar, o qohumlar. Malikin burada ruhu yəqin bizim başımızın üstündədir. Tanrımdan bircə nətər deyirlər, istəyim var ki, bu bacılar ki var ki, gözləri yoldadır, ana gözdədir, ata gözdədir. Bu qohumlar ki var, onların da yollardan yığılsın. İnşallah o nəş gəlsin, biz hamımız sizinlə ora çəkilişə gedək. Bu bacılara torpaq səbir versin. Çünki bunların hər gün ağlamağını mən yaxın olaraq görürəm. Ona görə də Allah bütün şəhidlərimizi rəhmət eləsin. Axıra kimi nə qədər gücümüz var, biz həmişə şəhid valideynlərinin, şəhid ailələrinin, şəhid analarının yanındayıq. Bircə sözüm odur ki, Allah hamısına səbir versin. Oğullarımızın bir çoxlarının bu günə qədər itkinlərin siyasətində olduğuna görə nəsilləri tapılmayıb və bizim bu qələbə savaşından sonra neçə Azərbaycanımızın rayonlarına oğullarımızın, itkin oğullarımızın nəşləri aparıldı. Buna görə dövlətimizə dərin təşəkkürümüzü bildiririk. Şəhid ailələrinin sonsuz təşəkkürü var. Çünki o analar, o bacılar, o qardaşlar 30 il idi ki, onların yolunu gözləyirdilər. Bu ailədə o yolu gözləyir. Bu ailədə, Malikin ailəsi də, Malikin doğmaları da onu gözləyir. Və gün o gün olsun ki, Malikin nəsli tapılsın. Mən inanıram ki, tapılacaq və şəhid ailələrinin hər zaman yanında olan bizim Ali Baş Komandanımız, dövlət başçımız, cənab prezidentimiz İlham Əliyev bax bu yolda da, bu məqamda da şəhid analarının, şəhid valideynlərinin yanındadır. Hər zaman ilk növbədə elə qələbə savaşımızdan sonra bizim ilk işlərimizdən biri o oldu ki, itkin şəhidlərimizin nəsləri tapılsın və onlar dəfn olunsunlar. Və onların dəfni də çox yüksək səviyyədə, dövlət səviyyəsində həyata keçirilir. Əziz tamaşaçılarımız, bu ailənin ümumilikdə 3-cü qardaşınızla döyüşüb. Bugün Fuad, ailənin deməli 3-cü oğlu, Allah ona can sağlığı versin, sağdır, sadəcə olaraq səhhətində problem olduğuna görə bugün bizim yanımızda deyil, iştirak edə bilmir. Amma bir ailə olaraq baxın, Füzulidən olan bu ailənin 5 oğul övladının 3-ü Qarabağ uğrunda döyüşlərdə iştirak edib və onlardan biri Malikin bugünə qədər nəşi tapılmayıb, itkinlərin siyahısındadır və digər qardaşı Fuad sağdır və Məcid isə o da yəni hərbi xidmətdə olub, hərbiçi olub, deməli ata hər iki oğlunu Rusiyada hərbi məktəbdə oxudurmuş və 1-ci Qarabağ müharibəsi başlayandan sonra hər iki oğlunu gətirdi Azərbaycana ki, Azərbaycanda əgər bugün vəziyyət budursa, mənim oğullarım Rusiyada deyil, Azərbaycanda elə həm hərbi belə deyim, dərsini davam etdirməlidir, həm də döyüşməlidir. Mən Şəhid Cümhuriyet Mahalləsinin başçısıyam. 1993-cü ildə qardaşım yolda gedən döyüşlərdə şəhid olub. Niyə Fuad qardaşım döyüşdə olub. Kitabını alıb, şəhid olan qardaşımın səhvləri kitabını alıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim atam 1991-ci ildə milli ordu yaranan kimi
1-ci batalyondan könüllü olaraq döv uşaq atası 41 yaşında Şuşaya döyüşə gedibdi. Şuşanın müdafiə kursunda Təkcəhan qəsəbəsində o vaxt yaralandı, gözünü sıxdı. Nə deyə bilərəm? Mən bizim Malikin adına, şəhid Malikin adına biz bu ocağa toplanmışıq. Mənim atam kimi, Malik kimi 90-cı illərin torpaq müdafiəsində döyüşən igid oğullarımız, qardaşlarımız, atalarımız döyüb. Bugün 44 günlük müharibədə şəhid olmuş Elvinin anası Bahar ana yanımızdadır. Mən Bahar anaya təşəkkürümü bildirirəm. Allah Elvin kimi oğullarımıza rəhmət eləsin. Malikin, atamın bir çox 90-cı illərdə şəhid olmuş şəhidlərimizin qisasını alan Elvin kimi oğullarımız oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Torpaq su ilə qarışdıqda palçıq olur, torpaq qan ilə qarışdıqda vətən olur. Demək ki, bu vətənin oğulları nə qədər var, onlar öldüyü gün doğulublar və biz onları yaşadacaq, bizdən sonra gələn nəsildə yaşadacaq. Onlar əbədi yaşardılar. Sağ olun. Siz də çox sağ olun ki, işıqlandırırsınız. Biz kanalına, onun rəhbərliyini, Nurani xanım sizə və operatorumuza, hepimize təşəkkürümüzü bildiririk. Çox sağ olun. Əslən Füzuli rayonları, Qaraxanbəyli kəndimiz. Bizim kəndimizdən 20'ye yaxın şəhidimiz olur. İlk şəhidimiz polis yetməncisi Namik Mündətov olur. İkinci Qarabağ müharibəsində. Elə bir vaxtda şəhid olmuşdular. O vaxtı batalyonlar hazır deyildi. O hamı özü rayondan, kəndlərdən gedirlər, könüllü gelip gruplarla görüşürdülər. O nöqteyi nəzərlə eğlence oldu. Sonra da milli ordumuz yaranandan sonra hərəsi bir tərəfə göndərildi. Ancaq Füzulidən olan Füzulidə döyüşmüşdür. Göndərildi, Ağdərəyə göndərildi. Bakıya gönderildi. Ona göre, müdafiədə ona göre çok şəhidliydi. Məktəbimizin də adı olmadı. Mahmud'un adınadır, vətən oldu. Allah onlara rəhmət eləsin. İnşallah kəndimizdə indi bir anlattığım çöktürüb, kəndimizin bir bulağı var idi, bir gur bulağı idi. Onun adını qoyaq Şəhidlər bulağı. Qaraxanbəylidə. Bəli, kəndimizin bir qrupu var, kənd qrupu var. İki kəndinin evini Qaraxanbəyli bir kənd sayılır. Kəndə də Allah buyursa bir tikəcəklər. İndi qoşa kəndimiz dadır. Allah şairimiz vardı, həm də müəllim idi, Mürələm müəllim, bir də mürşid həkim var idi. Onlar qaçardılar qoşa kəndimiz, iki kəndə aid ediblər də bunu. Şimdi onu da ön tutular kənd cəmaatı. Bir halda ki, bir yerdə fikirləyərək kəndimizi, elə kəndimizin adını qoyarım, qoşa kəndimiz, elə bir şeir yazmışdır, elə bir şeiri var, kitabı var. Ona göre iki kəndimizin cəmaatı çalışıb ki, bu bulağın adını qoysunlar Şəhidlər bulağı. Şəhidlərimizin də hamısını çəkilin, bulaq istiqamətinin yerində, sağında, solunda əksir etdirsinlər topalarıyla üstünə olaraq. Əl Tamaşaçılarımız, mən istəyirəm ki, operatorumuz Tərif, Malikin səsini bir planda Tamaşaçılarımızın diqqətinə çatdıraq. Yəni bu yaratıqda, bu gözəllikdə, hangi bu söz var, ola bir ki, qələmlə çəkilir. İlahi, insanın üzündə nə qədər nur olar, insanın üzündə nə qədər yaratıq olar. Bütün şəhidlərimizin üzündə, simasında çox qəribə bir nur var, qəribə bir yaratıq var. Məkanları cənnət olsun. Nurani xanım, mən sizə sonsuz təşəkkür edirəm. Təşəkkür eləmin bizə. Həqiqətən bizim qardaşımızdır, biz onların bacıları. Allah bacılar qardaşımızdır. Allah tanrı sağ eləsin. Yox, təmənnasız insansız, həqiqətən də. Yəni, çox sağ olun, sizə sonsuz təşəkkür edirəm. Mən bu yaxında onun şəklin Füzuli yazılan yola sağ tərəfə olurdu. Ona kömək edən insanlara da təşəkkür edirəm buradan. Təşəkkür qurandan sonra o mənim yuxuma gəldi. Malik mənim yuxuma gəldi. Heç gəlmirdi yuxuma, heç vaxt. Ondan sonra mən həqiqətən də, mən necə inanıram ki, insanlar ölür. Şəhidlər ölür. Şəhidlər ölür. Buna hamımız inanırıq. Ruhları yaşayır həqiqətən. O şəkili qurandan sonra sanki elə bir ki, ürəyimdə ora qaçışım var, qaçış. Elə bir ki, orada sanki o şəkili gedib ziyarət eləmək istəyirəm.
ki, yəni ki, elə bir şey sanki oradadır başa. Elə bir ki, nəzarı Allah'ım, çox pis şeydir. Göz yolda qalmaq həqiqətən şeydir. Allah bütün şəhidlərə rəhmət eləsin. Mən bütün şəhid anaları, hansılar ki, sağdır, Allah hamısını sağlığı versin. Ölənlərin də hamısını Allah rəhmət eləsin. Çünki ana üçün çox çətin dərdim ki, bala, daha çox şeydir. Mən nələr yaşadım mənim anam bilirəm. Ölən günə qədər. Və mən bunu həqiqətən bilirəm ki, mən anam canım tapşıranda mənim yanımda oldu. Allah'ım şahiddir ki, qardaşım da öləndə Malik gəldi ona apardı. Anam da öləndə onu Malik gəldi apardı. Və Allah'ım şahid olsun. Malik dedi, gəldim balam, güldü, gəlirəm dedi, getdi. Anam, bəli, gedəndə də, o biri qardaşım da oldu. Öləndə də onu da gəldi, apardı. Yəni, həqiqətən onlar yaşayır, mən bilirəm. Allah istibar eləsin ki, bu qədər bizi, insan təsəlli tapır da ən azından. O qədər ürəyim rahat olur ki, haradasa inanıram ki, o Malikin adı çəkiləndə, inanırsın. Mənim atam təmsəli təbir istəyir. O ümumiyyətlə torpağa bağlı insan idi. O da müşbət bilməyən, təmənma bilməyən, həqiqətən onu hamı tanıyır. Mənim atam necə insan olur. Allah ona da rəhmət eləsin. Yəni o ölən günə qədər onun xatirəsini yaşadı. Malik, bəli, Malik. Ancaq Malik Allah istibar eləsin ki, şıqlandırdı. Bu hansı yoldur? Füzuli yazıyor. Bak, Füzuli bak. Hoş gelmişsiniz yazıyor. Füzuli rayonunun girişidir. Bu Füzuli rayonunun girişindədir. Burada Şenuf Ramil də var. O sinif yoldaşlardır. Bu böyründədir. Bak, yemeğine o. Ama bu seçim təzə qoyulub bura. Bəli, bəli. Füzuli rayonunun geçmişi. Ramillə də böyür-böyrə düşüblər. Səlləmin oğlu bax. Həm qohumdur, həm də sinif yoldaşıdır. Bax, böyür-böyrə Ramil. Həm də dostuydular. İkisi də, hə, bax, sinif yoldaşı, həm də dostuydular onlar. O da şəhid oldu Ramil. Hüseynov, hə. O da elə yaxşı uşaq idi. O da şəhid oldu. Amin, hamısını. Dana xanım, sən də yazırdın ki, şəhidlər həqiqətən qəhrəman, üzlərdən. Həqiqətən o uşaqlar elə körpəlikdən şəhidliyi, vətənin, torpağı özlərinə ana verir. Mənim Elvinin birinci sinifə Allah səlimizdə dedim. Orada da sinif sinifəsi mən oldum. Müəllimini də təbənnüm. Elvin orada sinif sinifəsi deyilməndən sonra Elvin psikologdan gördü, dedi müəllim olar, mən istəyəmə söyləyim, dedi qalk. Qalxdı Elvin, dedi ki, müəllim, onlar onun üstünə bayraq takılır. Mən də dedim, dinini oxuyamışam. Mən də dedim ki, Rusça ilə də karandaşla söhbət etdi, yəni bayraq şəkli, həqiqətən. Dedi yox, üç sıradır. Biri qırmızı, biri yaşıl, biri gül, arxadan bayraq şəkli. Müəllimətlə razı oldu. Müəllimətlə də məni göstərdi, sizdən həmin kartlarını aldım, dedim. 4 il o məktəbin, o sinifin arkasının üstündə bayraq şəkli oldu. Elvin istəyilə. Elvin istəyilə. Həqiqətən elə Elvin birinci sinifə gedəndən vətənpərvər olub, anadan olandan. 3 yaş olanda Elvin 14 dəfə sıfır qaçdı. Elvin ölmədi də, yəni sıfırdan öldü. 3 dəfə də avariya düşüb. Avariyadan da ölmədi. Yəni ki, anadan olandan elə Elvinin alnına şəhidlik yazılıb. Mən evdə mələk saxlamışam. Bilməmişəm ki, həqiqətən Elvin məsum şəhid mələk öldü. O qalxan bəyli deyir, şükür verir. Elvin əskəriyə orada olur. Qaraxan bəyli deyir. 93-də anadan olur. 11-ci ildə əskəriyə gedir. Həmin o Qaraxan bəyli əskəriyə olur. Mən ona orada şirəhlərinin yanına görmüşəm, amcasına görmüşəm. İndi 44 günlükdə də şəhid. Yəni həqiqətən o uşaq elə vətənpərvərliklə, o uşaq torpaq verməklə çalışırdı. Mən deyəndə ki, getmədiyəm, mən getməyini düşünürsün, amma getsin. Torpaqları biz damla qanımızla almalıyıq, dedi. Elə o torpaqların hər qarşısında onların qanı. Amma torpaqları alandan sonra mən şüşəyə, tam kəndimə görmüşəm.
Həqiqətən də mən deyirəm ki, elə həqiqətən o uşaqlar qəhrəmandır ki, o dağları, o daşları, o ağaclıqların həkk eləyirlər, qalxırlar. Həqiqətən. Həqiqətən. Bura necə tutmaq olar? Elvinlər, Sübhanlar, Əkbərlər, Maislər, Elşənlər, Elçinlər bu adları saymaqla belə qurtarmaz. Hər onların qoyub getdiyi, sevdiyi xanımlar olub, qızlar olub. Mən burada bir məqama toxunacam. Mən heç istəmirəm o Bahar Ananın yanında həmişə deyəm, amma Bahar Ana mənə bir şeir göndərmişdi. Elvinin istədiyi qız şeir yazmışdı. Bəli. Elvinin onu mənə göndərəndən sonra mən 3 gün o şeiri oxuyub ağladım. Bir kəlmə yaza bilmər. Hə istədim yazam ki, bu nə şeirdir, bu ağlanmaq şeylədir. Yəni güc tapıb o şeirdən sonra mən Bahar Anaya heç nə deyə bilmədim. Çünki o qız ki, onu bax görürsüz bizim oğlanlarımızın sevdiyi belə gözündə olmayıb ki, mən gedərəm sevdiyim qalar. Yəni torpağın məhəbbəti o qədər güclüdür ki, hər şeydən ana belə, sevgilini belə qoyub o torpaq naminə gedib döyüşüblər. Yəni Bahar Ana bildi hansı şeiri deyirəm. Doğrudan da həqiqətən baxın, siz bax, bayaq siz dediniz, qız gəlin yaraşıqlı evlatlarımız gedir bizim orada. Elə bil Allah Taala onları seçib ki, onlar seçilmişdilər ki, onlar şəhidlik məqamına çatsınlar. Ana cənnətdə qarşılasınlar. Mən hamısına rəhmət diləyirəm Allahdan. Onsuz da onların yeri cənnətdir. Amma hər bir onlara deyəndə ki, cənnətli olsunlar, yerləri, torpaqları nur içində yatsınlar, biz ondan təsəlli alırıq. İlahi xanımın da atası Teyyub Rəhimli, mən onun şəklini görəndə maşında İlahi xanım asıb yerə gedəndə əvvəl o öpməsəm oturmuram maşına. Deyirəm ki, gör necə qeyrət sifətdən gəlir, üstdən gəlir, gözdən gəlir. O qədər qeyrətli kişiymiş ki, 4 uşağı gözündə belə görməyib, o qoyub balaca körpə uşaqları döyüşə gedib də. Mən İlahi xanıma da təşəkkür eləmək istəyirəm ki, bax belə evlatlar ata adını uca tutur ki, yəni mən bunu ona görə vurğulayıram ki, bax bu analara, bu qızlara, belə həyat yoldaşlarına Allah uzun ömür, can sağlığı versin ki, biz tarixə düşürlər də, hörmətli tutmalıyıq ki, bax bunlar xalq olaraq biz onların yanında olmalıyıq, dəstək olmalıyıq. Qürurdur, mən özümü qürurlu sayıram. Mənim o, siz dediniz bayaq Salyanda, şəhid analarına baxanda dedim, ilahi görürsən məndən xoşbəxt adam var ki, mən bu qədər şəhidin, anaların ortasında dayanmışam. Çünki həqiqətən də insan özünə təsəlli alır ondan. Bakıdan 1-ci Şuşa batalyonu idi, 1-ci batalyon. Təmsilin Ərzamanında oxuyur, 1-ci batalyon. Bax o atam deyil, yarandı, bəli, ordu qanunu oktyabr ayında yarandı. Amma dekabr ayının əvvəli Atamgil Quranın altından getdilər, Şəhidlər Xiyabanında bayrağı örtdülər, and etdilər, könüllü getdilər. Atamı aparmırdılar ki, 4 uşağı atası idi, 41 yaşı var idi da. Həkki Cahanda 2 gözünü itirdi. Yaralandı, bəli, gəldi. 1993-cü ildə Türk Səfirliyi Bakıda ilk dəfə Azərbaycanda açılırdı. Konsulluq Turgut Özal onda prezident idi, Süleyman Demirel baş nazir idi. Konsulluğun açılışına gəlmişdilər, atam orada çıxış eləmişdilər, amma atam çox savadlı idi. 2 gözü görmürdü, bir də beynində qəlpə var idi. Süleyman Demirel gəldiyi təyyarə ilə 92-ci il mayın 3-ü geri dönürdülər Türkiyəyə. Atamı özləri ilə bərabər gəldiyi təyyarədə Ankara'ya Qazi Universitetinə apardılar. Hətta bizim jurnalist müxbirimiz atama təyyarədə sual verir, deyir ki, TRT kanalında göstərdilər o vaxtı. Deyir ki, Teyyub bəy, indi siz gedirsiniz ki, onda səfirlik açılır, əl çatmaz idi. Prezident öz gəldiyi samolyotda özləri ilə bərabər bu qazini aparırlar.
Dedi ki, Seyit bəy, siz indi gedirsiniz qardaş ölkəyə, Türkiyəyə. Birdən sizi orada ev verərlər, şərait olar sizin üçün də. Qalarsınız, atam yaralandığı formanı görmüşdü. Dedi, oğlan, mənim üstümdə bu torpağı, bu qanı görürsən formamda. Dedi, mən gedirəm, mənim sağlamlığım bərpa olsun. Yenə də qayıdıb son damla qanıma qədər bu torpağın hürriyyəti uğrunda savaşacağım. Onlar Amerikadan onun üçün həkimlər də gətirdilər. Cihazlar da atamın bir gözünə üçün göz qoymuşdular gözdə. Şuşa azad olanda bizim prezidentimiz dedi televiziyada ki, əziz Şuşa, sən azadsan. İnanın ki, mən televizorun qarşısında o qədər ağladım. Dedim, yəqin ki, atamın ruhu şad oldu. Atam kimi o Şuşa uğrunda müdafiədə şəhid olanlar, hətta iç günlərimiz. İnanın ki, mən bugün burada öz dərdlərimi unuduram ki, bu bacıların dərdinə yanıram ki, bunların dərdi yerə göyə sığmır. Bir şəhidin məzarı ilə heç olmasa insan təsəlli tapar. Allah elə eləsin ki, o gün olsun inşallah ki, biz Malik'in nəsi tapılsın, onun məzarının üstündə. Bu bacılar təsəlli tapsın. Biz əlbəttə ki, onların bacıları, bu şəhidlər bütün Azərbaycanındır. Vətənin o başı, bu başı yoxdur. İstəyir Füzuli şəhidi, istəyir Şuşa şəhidi, istəyir Laçın, istəyir Kəlbəcər, Xocalı, Tərbiyəsiniz, Cəbrayıl, hamısı bizimdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mən həmişə deyirəm ki, qazi həm şahiddir, həm şəhiddir. Mehriban ana, salam əzizim, necəsiz? Çox sağ olurum, çox sağ ol, Allah razı olsun. Mehriban ana, biz demək 93-cü ildə Qarabağ müharibəsində iştirak edən, şəhid olan, qəhrəmancasına döyüşən, amma belə deyim, itkinləri siyahısındadır. İtkin düşən, bugünə qədər də məzarı olmayan Malikin ocağına gəlmişik. Bahar ana bizimlə bərabərdir, Elvinimizin anası buradadır, Gülnaz xanım buradadır, şəhidimizin bacıları var burada, anam. Xoş gördük, hamısını xoş gördük. Allah sizdən razı olsun ki, bax bizim heç birimizi yaddan çıxartmırsınız. Allah o gözəl xanıma, gözəl bacımıza da can sağlığı versin ki, qardaşının adını yaşadır. İnşallah ki, qardaşının da itkin düşüb, Allahın köməkliyi ilə şad xəbərini eşidərik, tapılar. Allah razı olsun sizlərdən. Valla biz analarda çox, bax bu itkin, bizim yenə də bilirsiniz ki, məzarımız var, ağlayanda, balalarımızı istəyəndə gedirik məzarını qucaqlayırıq. Bu itkin düşmüş şəhid balalarımızın adını eşidəndə inansız o qədər mən bir ana olaraq pis oluram. Çünki mən o acını yaşayan bir anayam. Allah bax belə gözəl bacıları saxlasın ki, qardaşlarının adını yaşadırlar. Siz bax gəlirsiniz, ziyarət edirsiniz, bunların haqqında çəkirsiniz, paylaşırsınız. Tarixə yazırsınız bu uşaqları, necə ki onlar tarix yazdılar. Siz də tarixə yazıb onları heç bir zaman unudulmağa qoymursunuz, mənim gözəl qızım. Allah səni qorusun. Valla mən çox səni, dünyalar qədər xətrimi çox istəyirəm ki, sən ki bu şəhid evlərini girib ziyarət edirsən, şəhidlərimizi qoymursan unudulmağa. Allah səni qorusun. Salam Mehriban, necəsən? Allah səni qorusun. Bahar səni də salamlayıram, mənim dərd ortağım. Əziz tamaşaçılarımız, biz hər dəfə şəhidlərimizin, mübarək şəhidlərimizin evini, məkanını ziyarət edəndə orada bir oğlan uşağı mütləq görürük ki, şəhidin adını daşıyır. Şəhidin yadigarları, doğmaları onun adını yaşatmaq üçün mütləq o ocaqda dünyaya gələn oğlan uşaqlarına şəhidlərin adını verirlər. Burada da 1-ci Qarabağ müharibəsinin döyüşçüsü olmuş, şəhidi olmuş, Qarabağ torpaqları uğrunda, Füzuli uğrunda qəhrəmancasına döyüşüb şəhid olan və bugünə qədər də hələ də nəşi tapılmayan üstün şəhidimiz Malikin adını daşıyan bir oğlumuz var. Siz Malikin, şəhidimizin adını daşıyırsınız. Şəhid Malik sizin dayınızdır, düzdürmü? Bəli, bəli, düzdür. Mən də özümü bəndə sizləri salamlayıram. Çox sağ olun deyirəm. Şəhidlərin ruhu şad edirsiniz, yada salırsınız. Minnətdarım. Mən də fəxr edirəm. Eləcə də bütün şəhidlərimizlə fəxr edirəm. Bugünkü gündə 44 günlük
qalmadı. Mən bütün qazilərimizə, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı deyirəm. Onların göstərdiyi qəhrəmanlıq səlamətidir ki, bugünkü gündə ürəklər gəzirik. Bizlər nədir? Şəhidlər heç zaman ölmürlər, fəxr edirik. Onun adını daşıdığıma görə çox qürurluyam. Adı siz verirsiniz Ruhiyyə xanımın oğlumuza. Bəlkə də hardasa deyərdim ki, mən Maliki həqiqətən çox istəmişəm qardaşımı. Mən ailədə olur ki, ən çox istədiyim biri olur da. Mən həqiqətən Maliklə bir idim də, çox istəyirdim onu hədsiz dərəcədə. Deyərdim ki, bəlkə də Allahın bir lütfüdür ki, Allah bunu yetirdi. Bənzərliyi də var, xasiyyətləri də bəzi, xarici görünüşdə biraz elə bil hardasa təskinliyim odur ki, Malik var, yaxşı ki var. Sağ olsun ki, onun adını daşıyır, necə deyim, layiqincə daşıyır, var olsun. Allah sizdən razı olsun. Allah sizdən razı olsun ki, şəhid ailələrimiz, bütün Azərbaycan ümumilikdə şəhid ailəsidir, mən belə deyərdim. Mən bugün bu evdəyəmsə, şərt o deyil ki, mən bu evdə, bu ocaqda olan insanların doğması olum, yaxın olum. Zaten biz hər birimiz Azərbaycanlıyıq, bizim qanımız birdir, kökümüz birdir, soyumuz birdir. Soraqlasaq qohum çıxacaq, hə? Mən Şuşalı, siz Füzulidən. Məkanı cənnət olsun Malikimizin. Sizə də bütün işlərinizdə uğurlar arzu edirəm. Qəhrəman şəhidimizin adını vüqarla yaşadasınız. Bundan sonra da hər zaman şərəfli olasınız, daimiz kimi. Çox Allah razı olsun, minnətdaram, çox sağ olun. Hər birinizə çox sağ ol deyirəm, minnətdaram.